oldu. Allah qısırında. Bu vaxt qarpız yeyərlər. Hamısı gübrədir. Nəm? Yeməz, səsə skor gələcəyi. Bence zəhərlənəcək. Mən zəhərlənsin, mən özəl bansiyalarda sən sağladasın. Niyə yemə? Yo, mən tamamı saxlaya bilmərəm. Mən tamamı saxlaya bilmərəm. Səbəbimsə mənim gözüm bir şey gördü, onu qopartmamış əl çəkmir. Niyə mə, ay qadınım, dərmanlıdır, yemə. Yo, mənim gözüm qabanı gətirmişəm. Və yemə nədir? Gözüm görür. Bence hazırıq. Skorlar dalbadal. Ya bence talikdə qalacaq, ya zəhərlənəcək, ya da ki, dalbadal evləniz qabaqda gedəcək, mən dalda. O biriləri bence, yəni deyim də, yəni. Bir yazıb pis adama heç olmaz. O salatı əllə qarışdırdı, niyə? Yo, indi sulanar. Gələnə yaxşı. Sulansın da, mən sulu xoşlayıram. Yo, sulu yox, quru geçirdi. Bu yeri yandırdın, hamısı təmiz qafqar elədin, neyin? Su qəbəbi, özünüzün ucunuz kəsməliydi dana. Bu, elə kebab pişirirlər. Sən evdəniz. Bu, Allah eldən istədi ki, onu özünün ucunu kəsməliydi ki, qabağına bir su qoy. Ağlı oğlan gəlir. Bu, deyək getdi eldən, daldan çəkirəm. Yandı, elə kebab pişirirlər sana, ona. Pişirən Məftunun dostudur, Eldəniz də burada, Məftun da şeydədir. Qarpızımızı qoş eləyək, sokum da buradadır. Yağlıdır da, çünki onu mən saxlamışam mördəyə. Sən pərdələrimizi göndərdin, ha? Haqqı. Sağ ol sana. Amma lazımdır belə hədiyyələr. Mən bir kişi xeylağıyam. Kişi xeylağına o çənək yaraşır. Orada zontik var ya, ondan at. O qadına yaraşır. Başa düşdünüz? Dinədə də deyirsən ki, hə, bu, yox, bu da yox. Mən dəyərli bir adamam. Mən özümə hörmət edirəm. Yaxşı. Yaxşı canım, yaxşı. Ona görə qəşəng bir hədiyyə harsan, atsan. Hardasan? Öyümdə. Dur. Duracam bir dəqiqə. Baxıb qorxacaqsan. Bu nə boydadır? Qarpız 2 əllidir elə. 2 əlliyə aldım ki. Hə, 2 əllidir. 15 manat verdim, Allah haqqı. Bilirəm. Kimi də ağzıma şalatdı? Azı yaxşı. Yaxşı. Telefona qırmızı ürəklə gəlir gələndə. Onun ürəyi? Mənim üstümdə olur, o. Qaralıqdır onun ürəyi. Özü mən gedənə sonra onun adını çəkərsin. Bəs sən onun adını çəkeyim? O, bəs. Nə oldu ikisinə də ağzı əyirsən? Harada ağzım əydim, qan qaldıransan, sən. Ağzımı harada əydim, sən ana ağzımı əydim. Mən elə hiss elədim. Mən sən heç səhv hiss eləmirsən. Sən ana mənim nə problem var ki, sən ana ağzımı əyirəm. Hamısı Məftun yağacaq. Yumamış göndərərəm mi? Deysən nə yadıma çıxdı. Mən o boyda qavları, boş qavları yuyanam. Məftunu bütün nasıl qaynan aparam. Pişmədi. Onu qəşəng pişirə qaqa. Lüks Nazlı xanım. Bu vaxt yemək yeyərlər. Yeganə və tək. Az İstalovya doludur kişilərlə. Niyə bu vaxt yeyirlər? Dayan, bir dəqiqə dayan. Deyən ki, Nazlı xanımdan danışıram bu. O cür dəyərli xanım, o cür gözəl, ürəkli. Vallahi hər adam elə ürəkli ola bilməz. Hər zaman daimi bizim padarkalarımız. Nömrə 1 pastel satışların nömrə 1-i. Heç kimdə görmədiniz ekskluziv. Bəli, Nazlı xanım. Nazlı xanım, axırıncı verdiyinizi çəkə bilməmişəm. Çəkək də, onu bir gün çəkək. Qırmızı pastel almışım, çox gözəldir. Elə nə tər vermişsiniz, bir dəfə açdım, kravatın üstə sərdim, sonra götürdüm. Ağzı bağlı dururdu. Eldən heç. Duymuram. Burada su verdi heç. Susdamısan, krat gəlirdi, işte kratdan. Krat eşirir, krat suyun emri, sənin qaca qız. Bunun içinə qoyuyorum. Nə? Leğen tapladım. Bunun içinə doğrayım karpızı. Boşqaf yoxdur. Boşqava tut. Leğen içində karpız olur. Ağzını dirədə kranta. Bu yollasa deyirlər. O, üstünə aynı elə, TikTok-a bircə papiros çəkirəm. Aynı elə. Üstüyə bax, götür elə, aynı elə. TikTok-a bircə. O birisi niyə özünü göstərmir? Deyir, göstərəcək ma. Bax, bu şunu krantın ağzını bir işlərim. Bax, bu şu axşam 2 oradan da verəcək.
Mənə dua elədi, saz su vermədin. Evdən çıxırsan, kumaya getsən deyən, hə, oradan əlmatlı o motor keçirdirsən. Nə olacaq? Əminə danışdın, otu kimidir bunu bilə. Həqqi? Onda bir Məhdum! Yox, demə, qoyda sur qablar tüysün qabağını, orada 5 yarımsı yüzün. Yox, bunu ver qoysun, buzluğa da bir şeyə gedər. Qaypız gəlir. Buzluğa qoysun, otu kimidir. Qoy yaxşı, qoy yaxşı, bir gəl. Hə, sən də oradan kuxlan pəncərəsini aç oradan şeylər. Yaman yazı paylarını versə Seda xanım. Bilmirəm, özü ona buna deyir, baxsınlar, ona baxan deyəndə özün get baxdı, onda nəyə gəlsən canlıma? Nə haram deyirsən? Bunu buzluğa qoyur. Hə, buzluğa qoyur. Sən o pərdəni əlinlə belə elə, o iplə eləmə, sən dili bilməyəsən onu. Qırarsan. Əlinlə belə o motoru keçid al. Ekran tıklayaq, gözəl izləyicilərim. 1K eləməm sizə paylaşımı. Oxla bir nəfər, 10 nəfərə paylaşımda nə olar ki 1K, 2K, 3K eləyəsiniz o ox işarəsini. Küstüm mən də sizdə. Allah haqqı. Donmamış olmaz. Ay çünki nə olacaq ki, yanda yurda, dost tanış nə günlərdir ki. Yurda, yanda nə olur ki, arxadan da, o da çöməlib yazıq. Bağlandı suyu. Canlı gedəcək tüstüdür. Niyə canlı edəcək, mən papiros çəkməmişim mən? Kebabın tüstüsüdür. Keçdin. Görürsən su kəsilir. Deyir uşaqlar, bax pişir. Oradan üzünü başını salaşağı göstərməyəsən, o tüstüdür. Bir göstərim, izləyicilərim baxsın. Kebabı pişirməyini. Deyir uşaqlar. Görürsünüz pişir. Kebab. Stolda hazırlamışıq, indi şey də gəlir. İtimin yuvası da deyir, bax oradandır. Eldəniz sardadır, deyir ha. Eldənizdən deyir ha. Deyir eldənizi göstərdim. Başını əmə görsünlər də, nə olacaq ki? Qoymur uşaqlar özünü. Eldəniz qayracaq salatı. Yo, süfrə yadımdan çıxıb, kuryonka alacaqdım ki, yadımdan çıxıb. Bu anamdan qalmış stoldur. Yekə qəşəkdir, başa düşsən. Otaqda remontsuz otağım var, ora qoy. Oo, bu tüstü gəldi. Remontsuz otağım var, ora qoymuşdum. Allah rəhmət. Ölənlərinizə də paltarları yığ, hissi gələcək. Hə, iyi hə, paltarlar da qaldı ki, astıcıdır. Trosmandır. Yandırmayın da sən Allah, əziyyətlə yolu təmizləmişik onları. Bu. Çox əziyyət çəkirdi. O gün olsun həyətində. Bəlkə ay Eldənin ad günümü həyətimə salım. Həyətinə sən sıradan bir adamsan, sən həyətdə ad günü yiyirsən. Əlində də tez o. Sən sıradan adamsın.